Şeir bilirsən Nila? Deyələ bir dənə şeir. Dosan dosan nə dosan, qasman dayan nə dosan, qasman səni sevəyəm, səni yeyəyəm. Yox, can kimi Bəstələyərəm. Bəstələyəm. dayanmaram. Ah qardaş. Yanında qurt var, dayanmaram ha qurt. Keçin Sonra danış. başqa Ala şey bula bilir. boz keç. Ay, Dinə. ay qosaq bunu istədi. Ya qız. Dayan. Təzən dinə. Keçi. Ala bula boz Ala, keçi. bula, Özün dinə. boz keçi. De görüm özün dinə. Ala bu yağmur istədi. Ay qosaq bunu istədi. Yağış gələr tutarım. Dayağa dasa uyarım. Özündən də əlavə elədi. Xoruzu bilirmi heç olmasa? IPB qan xoruzunu bilir. Yox, xoruz. Bir də o donuzun evinə nə deyir qurt? Aç Üfləyərəm. Aç xanətər deyir. De görüm, nağılda deyir. Döyü. De görüm, de görüm. Aç qapını deyir. Bəlkdən deyir, qaqqa verir. Aç kapıyı ben deyim. Hə. Nila, Bəlkdən neçə deyirəm, yaşın hə? var sənin? Bəlkdən Nila? deyirəm. Neçə yaşın var deyirəm. Əlini göstər. Neçə yaşın var? Dillə deyir. 2 yaşın var. Familiyan nədir? Familiyan nədir sənin? Ayva. Aliyeva. Nilay Aliyeva. Kim qızı? Adil kızı. Adil qızı. Ha. Adil qızı. Sən yaxşı söyləmədin. Mən xoşlamadım keçini. Dovşanı da yaxşı söyləmədin. Heç xoşlamadım. Yadından çıxıb. Eləmi? Mənə biraz çəkinirdə kameralar çəkir. Yadından Yana gəlmişdi. doğsan. Kıtma dayana doğsan. Kıtma seni sever. Dansımı besleyeyim. Hə. Dayanmaram. Dayanmaram a qardaş. Dalını da dedi. Dayanmaram ha qardaş. Yanında var alabaş. Oraya baş yok. Nə var yanında? Aya baş. Hə. Allah saxlasın müəllimə. Allah sizə ömür versin ki, bu balanın xoşbəxt günlərini görəsiniz. Çox sağ Gözəl ol. qızdır. Çox sağ ol. Maşallah gözəl Allah də razı danışır. olsun. İndi biraz kameranın qarşısında utanır. Allah onu xoşbəxt Arı bax dil eləsin. ötür. Bu balaca qız təkcə sizə əmanətdir. Bana bu Əmanət, dövlət əmanət. Bütün həm dövlətə, həm də ki, dünyada yaşayan bütün Azərbaycanlılara, Yox, çıxaracaq. bütün xalqımıza əmanətdir bu balaca qız. Ona görə hamı bu uşağın qeydinə qalmalıdır. Həyatda bu adam, həyatda bir körpə doğmalarını istəyir. Yox, şu verir. Qaqqa istəyirsən nə? Verir. Verir. Bax, hər dəqiqə buna verəcəksin. Gəncə terror qurbanları haqqında verilişimiz davam edir. Gəncə terrorunda bildiyiniz kimi çox saylı günahsız həmvətənlərimiz şəhid oldular. Çox ağır bir faciə yaşandı həmən gecə və Gəncəyə bir neçə dəfə belə ağır raketlərdən atılmışdı.
Hər dəfə də çoxlu sayda həmvətənlərimiz ağır faciəli şəkildə dünyasını dəyişdilər. Həmən faciədə bu gördüyünüz bu gözəl Nilay bala öz valideynlərini, atasını, anasını və ata-nənəsini itirdi həmən gecədə. Bəli, ondan sonra Nilayın daha bir nənəsi, anasının anası Sevil xanım uşağı himayəyə götürüb onunla birlikdə yaşayır. Sevil müəllimə sizə başsağlığı veririk, başınız sağ olsun. Həm kürəkəninizi, həm qızınızı bu ağır terror nəticəsində itirdiniz. Həmən gün haqqında zəhmət olmasa danışaq. Terror hadisəsi necə baş verdi? Sizə nə vaxt xəbər çatdı və getdiniz hadisə yerində gördüklərinizdən danışın bizə zəhmət olmasa. Mən demək olar ki, o partlayışdan 15 dəqiqə sonra oradaydım. Məsafə yaxındır. Bəli. Bizim oradan ora 2 astanovka olardı. Maşın var idi. Düşdüm qaynımın maşınından. Əvvəl bilmədik. Dedilər, maslajır var orada. Ora düşübdü. Yenə də qızımdan xəbər gəlməyəndə biz də gənc deyil adət almışdıq ki, harasa nəsə düşəndə bir-birimizə zəng eləyirdik ki, salamatsınızmı, salamatsınızmı, belə. Böyük qız zəng elədi, hə, salamata. İndi buna zəng eləyirik, cavab vermir. Telefon çağırır, cavab vermir. Adilə zəng eləyirik, telefonu zanit biraz məni o çaşdırdı. Adilin telefonu zanit olmağı Adil kürəkəninizdir? Kürəkənim. Çaşdırdı ki, dedim, yəqin danışır. Bunlar da telefonu evdə qoyublar, çıxıblar çölə. Yenə də getdik. Gedəndə gördüm elə düz bunların balkonunun hissəsi uçmuşdu. Elə həmin yerə düşüb də, yefəkə belə quyu, oradakı elə o gecə getdiyimdir. Mən ora partlayış günü getdiyimdir. Ondan sonra heç gedib baxmamışam ki, nədir, nə deyil. Elə o yekə quyunu gördüm. Hal-hazırda ekranda göstərilir həmən quyu. Mən gecəykən gördüm o quyunu. Mən gedəndə gəlmişdilər də, xilasedicilər hamısı gəlmişlər, amma məni qoymadılar, yuxarı qalxmağa qoymurdular. Sağ olsunlar, bir nəfər kömək elədi, mən blokla qalxdım yuxarı, daha bloksa evə girdim. Qonaq otağı dağılmışdı, düzdür, amma qonaq otağında, yəni deyirəm, adam olsa salamat qalardı o dərəcədə, amma bunların artırma var idi, yataq otağı, yekə də otaq idi. O artıq yoxdur, həmən hissə tam yox idi. Həmən hissəyə qədər getdim mən. Düz ora qədər getdim, yox idi. Amma onlar bilmir ki, neçə nəfər var. Mabicə deyəndə dedilər, uşaq salamatdır, amma orada eşitdim. Bir-birindən deyəndə ki, oğlan ölmüşdü, eşitdim. Amma dedim, burada bir dənə gəlin var, qız var. Onu mən yanımda çıxartdılar. Sizin qızınız idi ya, başqa qız idi? Mən qızıma, mən yanımda çıxartdılar. Artırma, belə buradan elə baxsan yoxdur da, belə gedib. Artırma yoxdur, hər şeydə tökülüb, itib. Çıxardanda onlar orada içinə qoymağa nəsə axtarırdılar. Mən də elə qışqırdım ki, oradadır da, görün, nəsə tapırsınız, mişvaner zat yoxdur, heç nə yoxdur da, heç nə yoxdur. Bir təri çıxartdılar, amma dedi, nəbzi vurur. O nəbzi vurmaq deyəndə mənim biraz rahat oldum ki, yəni, bəlkə salamatdır. O da getdim, mən qabaq tərəfdən düşdüm, bunu da dal tərəfdən, xilasedicilər dal tərəfdən, partlayış yerindən girmişlər binaya. Mən qabaqdan düşüb, dal tərəfə gedib, gördüm, yoxdur, aparıblar. Ta hara aparıblar, mən bilmədim. Bilmədim hara aparıblar. Bütün Gəncədə nə qədər balnisa var, biz axşam hamısını gəzdik. Hamısını gəzdik, mən tapmadım. Düz 3 dəfə bura gəlmişəm, beynəlxalqa. Bilmirlər ki, adı familiyası. Məndən adı familiya soruşurlar, adı familiya deyən haydayıqmı? Sonra burada tapıldı. Girib baxdılar, dedilər, buradadır. Elə düzdür, ürəyi işləyirdi. Aparata qoşmuşdular. Amma elə ilk dəfədən dedilər ki, beyin ölümüdür. Torpaq heç şarası əzilməyib. Denən, bircə dənə yerində bir yara var idi mı? Yox idi. Bir qan axmışdı mı? Yox idi. Torpağın altında qalıb beyinə oksigen çatmayıb. Nəfəs çatmayıb. O binalar daş bina deyil, o binalar beton bina deyil. O binalar dranka deyirlər, o vaxtın binalarıdır. Taxtalardır, taxtaların arası da torpaqdır. Onu torpaq boğmuşdu. Çünki qaynanası yatan ev tərəf torpaqdır, axmışdı üstlərinə. Torpaq boğmuşdu. Uşağı da burada tapdım, beynəlxalqda tapdım, uşağı xəstəxanada tapdım. Həkimlərin qucağındaydı, uşağı götürdüm, apardım elə, qızımgilə apardım. Amma elədilər, kürəkənim elə morqdan tapdıq həmin günü. O necə orada şəhid olmuşdu? Həmin günü elə bildik, biz bax bu hadisədən
sonra da, qoy deyim də, bir 3-4 gün sonra bizə məlum oldu dəqiq hadisə ki, həm orada görənlər, şahidlər həmin gecə, çünki istərsəməz partlayışdan bir 15-20 dəqiqə sonra gələr də, kimsə gəlsə köməkliyə, ya 10 dəqiqə. O partlayış anında orada olanlar, bina əhalisi dedi ki, Adil sağ idi. Adil çünki evə yarım saat idi çıxmışdı. O partlayışdan yarım saat qabaq idi Adil evə çıxmışdı. Uşaqlarla çöldə oturmuşdu. Çünki bu karantin eləmişdilər, heç ara getmirdilər, ancaq binanın qabağında. Parkdır ora. Parkda. Orada oturmuşdular. O yarım saata, mən həmişə deyirəm, o yarım saata yatmazdı. Ömür boyu yatmazdı. Yarım saata bu adam yatmazdı. Bu adam olub qonaq otağında, televizora baxırmış. Partlayış nəticəsində. Bu partlayış olanda o yəqin təndiyib, ancaq gücü birinci. Çünki uşaq torpağın altında qalsa, bu balaca şey torpağın altında həmin dəqiqə boğulardı. Mənim qızım qədər bu uşaq da, qızımla bir yerdə yatır uşaq. Eyni kravatda yatırlar. Eyni kravatda. Uşağın kravatı eyni anda çıxara bilməyibdi. Bunu elə təndiyib də, o da təndiyib. Bəlkə o sağ olsaydı, o ürəyi dayanıb, ölməsəydi, bəlkə qızım da çıxardardı. Çünki bu uşağın da... Bir də içəri girəndə ürək partlayır. Uşaq özü də dedi, bir gün bu uşaq belə boğulma nəticəsində uşaqlar oynayanda götürdü bacımın nəvəsi bunun üstünə plastina atdı. Onda dedi bu, onda qışqırdı, ağladı, dedi torpaq doldu, ağzıma torpaq doldu. Dədə məni götürdü, torpağa tulladı, qaçdı. Bu sərbəst danışa bilir. Uşaq danışa bilir. Uşaq sərbəst danışa bilir, 1 yaşından sərbəst hamısını danışa bilir. Ata deyir, məni torpağın üstə tulladı, qaçdı, qışqırdı. Torpağın üstə tulladı, qışqırdı, getdi. O da içəri qayıdıb, ikinci səfər qayıdıb ki, yenə xilas eləsin, uçqun başlayıb. Təzədən bir də başlayıb uçqun. Çünki o binalar köhnə binalardır da, ikinci dəfə də uçqun başlayıb. Elə o uçqunda onun ürəyi dayanıb ölüb qorxudan, qızım da torpağın altında qalıb ölüb. Beyin ölümü. Torpaq, nəfəs deyir, çatmayıbdı. Torpaq deyir nə qədər, yarım saat deyir, torpaq təmizlədik nəfəs borusundan. Hava getməyib beynin, oksigen çatışmamazlığından. Aparata qoşulu qaldı 2 gün. 2 gün öyle bir gün. Onun 3 günü bu bastırıldı. Onsuz da ölüydü, belə tərpənmədi də, aparata da qoşmuşdular. Ondan sonra uşaq qaldı sizin himayənizdə. Sonra uşaqda kim qalır ki? Uşağın kimi qalır ki? Uşağın nənəsi də öldü. Bir bibisidir. Bibisinin özü həmin vaxtı hamilə idi. İkinci uşağa. Bir mənəm. Yox, bu ev bizim deyil. Bu bina kiriyə dövlət verir kira pulunu uşağa görə. Mənim qaldığım ev, nətərsə başa salım, mən qaynana yanındayam. Elə bil qaynım, mən, qaynanam, baldızım, biz bir yerdəyik. Böyük ailədir. Biz bir yerdəyik. Valla nətər deyim sizə, mənim üçün bir yerdə də olsam, mənim üçün belə idi ki, qızlarım ikisi də getmişdi, ürəyim yuxarı idi. Neçə övladınız var? 2 qızım var. Deyirdim, indən belə əvvəl qızlar balacaydı, yox idi evim, belə yaşamışam, indən belə də yaşayaram. Çünki qızlarım tərəfdən rahat idi. İkisinin də evi, eşiyi, şəraiti, kürəkənlərimdən razıyam. İkisindən də razıydım, ikisindən də. Heç mənim üçün fərqi yox idi, elə bir zalda qalırdım, geniş bir yerdə. Əsas xoşbəxtçilik idi, əsas o idi. Amma indi belə baxırsan, təbii ki, indi milyonlar da versələr... Elədir, milyonlar heç nə. Uşaq Nilay təzə vaxtlarda ağlayırdı mı valideynləri üçün? Heç Nilay denən bir ay özünə gəldim ki, key kimi idi uşaq, key kimi. Kim qucağına alırdı ona gedirdi, hansı ki tanımadığı adama bu uşaq getmirdi, heç getmirdi. Cizdaniyada tanımadığı olanda getmirdi. Key kimi kim qucağına alırdı ona gedirdi, belə baxırdı, elə bir göz axtarırdı. Göz axtarırdı. Mən əsas bunu yoxlatdım, o da psixolog dedi ki, bu adi haldır da. Bir gecədə 3 tanış simanı itirdi. Bir yerdə yaşadığım bəli. İndi yaxşıdır yaşamasan? İndi şükür. İndi o balaca olmağına baxma, amma təsəlli verir. Nə yaxşı ki, sağ qalıb yaşaması. Qızınızın da ətrini ondan alırsınız, yerinizin də yerini əvəz edir. Təbii ki, övladdan yaşamasa bir təskinli idi, bir təsəlli idi.
yaşama səbəbimdir o. Allah səbir versin sizə də, yoldaşınıza da. Ağır bir faciədir. Təbii ki, xüsusilə də bu terrorda günahsız insanların, qadınların, uşaqların terrordan əziyyət çəkməsi çox böyük bir faciədir. İnsan faciəsi yaşandı həmən an. Bir dəqiqanın içində elə bir dəqiqanın oduna düşdülər. Elə bir dəqiqanın içində. Axşam saat 12 idi biz danışdıq, həm Mehriban. Görüntülü danışırdıq telefonla. 2-3 saatdan sonra bu hadisə olsun, sən get meyitlərini götür. Nə bilim, vallahi. Dözüləsi dərd döy. Doğrudan dözüləsi dərd döy. Allah səbir versin bizə. Allah səbir versin sizə. Səbirli olun, möhkəm olun. Siz özünüz savadlı xanımsınız. Yoldaşınız da. Təbii ki, bu elə bir ölçüdə bir dərddir ki, belə barışmaq olmur. Xüsusilə də balaca bir qız uşağı qalıb. Yenə də şükür Allaha ona xatir yaşamağa dəyər. Ona xatir möhkəm olmağa dəyər belə. Ondan sonra hökumət tərəfindən maraqlananlar varmı? Qayğınıza qalanlar varmı? Nəsə çətinliyiniz varmı? Yardımlar oldu, sağ olsun, millətimizə sağ olsun. Doğrudan da belə bilmirdim. Doğrudan da mən millətimizi belə bilmirdim. Yanımızda oldular, çox sağ olsunlar. Yardımlar da oldu, çox sağ olsunlar. Hamısı sağ olsun, valla nə deyim, sağ olsunlar. İndi uşaq da evi veriləcək, amma yenə də mən bir şeydən narazıyam. İndi bilməyəm, bunu verəcəksiniz, verməyəcəksiniz. Mən yenə də bir şey deyim, bunu mən icra hakimiyyətin qəbuluna da gedib deyəcəm, ev verilir, uşağa ev verilir. Uşağın qəyyumu mənəm. Bir dəfə çağırıb maraqlanmadılar ki, bu püşkə kimi uşağın bibisi götürdü. Bu ev verəndə... Mən özür istəyirəm. Etaja görə, hə, mərtəbə püşkü. Bir dəfə çağırmadılar ki, bir gəlin sizdə bu uşağa verilir də bu ev. Gəlin görüm, harana istəyirsiniz. Əsas mənim fikrimcə, bilmirəm necə baxırsınız, nə cür verəcəksiniz, nə cür kəsəcəksiniz, nə cür doğrayacaqsınız. Mən çünki çox danışıqlarımı kəsiflər, ona görə deyirəm. Yox, narahat olmayın, biz heç nəyi kəsməliyik. Yəni, bax, bunun mən qələt eləyirəm, özümə ev istəmirəm. Mən rahat idim. Yəni, yaşayışımdan narahat deyildim, rahat idim. Bəyək da dedim sizə. Amma bu uşağa görə, bu uşağın evi dağılıb. Anası gedib, atası gedib, evinin də yarısı gedib. Evi uşağa 2 otaq ev verirlər. Siz bilmirəm, o təzə binaları görürsünüz, görmürsünüz, mən getdim, baxdım, məni evə 4-5 dəfə oranın əhalisini çağırıblar, bir dəfə Nilayı çağırmayıblar. Püşkatdılar, Nilayı çağırmadılar. Hardan verəcəklər, razısınız, Nilayı çağırmadılar. Belə deyim də, adam yerinə qoymadılar. O deyir, yaxşı cəhətlərində deyirəm, pis cəhətlərində deyirəm. Nilayı bir dəfə çağırmadılar. Axırda deyəndə püşkə atmışıq, 5-ci mərtəbədən düşüb. Özüm nömrələri çerez tapdım, ev verənlərlə özüm danışdım ki, mən 5-ci mərtəbəyə nə təri çıxmalıyam uşaqla. Nə olsun, lif var. Bu uşaq vaxt oldu, 10 gün sonra bu uşaq Sudurqa keçirdi, hadisədən 10 gün sonra. Mən burada, yaxşı ki, buradaydım, beynəlxalqa çatdırdım özümü. Da nə təri, gecə saat 2-də nəfəs on getmişəm, Allah bilir, qışın qışlamasında ayaq yalın başacaq. 5-ci mərtəbəyə, mən bu yaşda, 2-ci mərtəbədən evi dağılıb. Niyə 5-ci mərtəbəyə getməliyəm? Niyə? Bir dənə soruşan olmadı, hər neysə getdim, maraqlandım, dedilər, yaxşı, gəl, 3-cü mərtəbə istəyən 3-dən veririk, yaxşı, ona razılaşdım. Getdim, evlərə baxdım. Təsəvvürünüzə gətirin ki, bax, 2 dənə balaca dıqqılı otaq, o otağa mənlə yaşayacaq da, istər-istəməz bir dənə davayına o kravat qoyur, şu an kravatını yerləşdirməliyəm, yerləşəsi deyil. Mən demirəm, verirsiniz, bibiyə verin, bibi orada şotdadır, özü bilər, bibinin evi də var idi, eşiyi də var idi, düzəni də var idi. Düzəni də var idi. Nə oldu? Yenə də deyirəm, bu uşaq, atası getdi, anası getdi, evinin yarısı getdi, 2 otaqlı evə, xuna da lap dıqqılı, ayaq üstə xunadaca yemək pişirə bilərsən. Elə evdir, elə ev verirlər. Bəs mən bu uşağı hara yerləşdirim? Bu uşağın ayrı otağı olmalıdırmı? Ayrı otağı mən döyüləm sizsiz də, bu uşağa genişlik, bir dənə ayrı otağı olmalıdırmı ki, heç olmasa oynasın, girsin, iqruşkalarından oynasın. Hələ böyüyəndən sonra qız uşağıdır. Hə, hələ böyüyəndən sonra bir dənə ona addelin otaq lazımdırmı? Əlbəttə. Yaxşı, bunu ikisini mən razı, dədəsinin payına düşəndir, 2 otaq verirsiniz, nə olar, birini də dövlət versin də, bir otağını da dövlət versin də. Belə xüsusilə də
bu faciə baş verən yer şəhərin mərkəz yerləridir. Mərkəz yerləridir. O mərkəz yeri idi. Apardız ora, mən heç vallah yenə də deyirəm, evi yox. Amma vallah o əvvəlki Leningrad tipli evlər olsa, yenə deyərsən ki, kuxnanı otaq eləyirəm, balkonla birləşdirirəm, elə də bizimkilər. Oranı bir otaq eləyərəm, cəhənnəm, uşağı ora yerləşdirirəm. Mən bu uşağı, özünüz fikirləşin, hara yerləşdirim? Qonaq otağına bir dənə divan yerləşəcək, bir dənə də qaqavaq stolu. Vəssalam, baxmışam da, otaqlara baxmışam gedib, hələ hazır deyil. Hələ bu ev bu dəqiqə problemlidir. Niyə problemlidir? Bu ev nənənin adınadır. Harda yaşayır ümumiyyətlə? Harda yerləşir o ev? Verilən sosial binalar bir dənə Gəncədə tikilən şeydə... Mərkəzdədir məsələn? Mərkəz deyil. Mərkəz deyil. Mərkəz deyil. Neçə kilometr mərkəzdən uzaqdır? İndi siz buranı tanıyırsınız. Bakı yolunun üstündə. Bakı yolun demək deyil də, ora orada dönürsünüz. infrastruktur var heç olmasa. Orada 57 ATS-in yanı. Heç olmasa orada məktəb, bağça. Məktəb tikiblər, həmin məktəb tikiblər, həmin bu sosial binalar tikilir. Mənə bir şey çatmır ki, bu bir dənə də bu sözdə deyim, vallah bu söz də məni incidir. Sosial evlər tikilir şəhid ailələrinə, qazi ailələrinə. Elə deyil. Sosial ev kimi qoy versinlər, şəhid uşağıdır. Ona mən razı. Amma mənim evim, uşağın evi dağılıbsa da, niyə oradan sosial ev verirlər ona? Niyə vermirsiniz, buradan bir bina tikilir? Nə bilim, nə bina görürsünüz də gələndə yiyəcək. Verin də, oradan verin də. Bu uşağa verin də. Bu uşağa verin də, oradan verin. Nə olar ki? Yalandan panika buraxdılar. Qoy bir ki, onlar da deyəcəm. Ücreta... Deyin. Qoy belə deyim. Ay dedilər, güya bu uşağa kimsə ev verib. Veribmi? Vallahi billahi siz bilirsinizsə mən də bilirəm. Yox, bilmirik. Yəni mən görməmişəm, bilmirəm də elə panikalar gəzdi. Olanını deyirəm. Verilsə yəqin ki, mən bilərəm, heç mən həmin ev olsa heç o tıqqılı və o nətər deyirlər, balaca damxalara heç mən geyib yerləşmərəm də. Mən geyib yerləşmərəm də. Ay dedilər uşağa, nə qədər deyim, 125.000 pul köçürülüb, hardansa köçürülüb, uşağın güya uşağa pul köçürülüb. Valla mən onu da görməmişəm. Verilib, mən demirəm, həmin pul bu dəqiqə mənə 3 otaqlı evə çatsa, həmin pul, o pulu götürüb ev alaram. Amma uşağın adına yatızdırmışam. O 3 otaqlı evə də çatası deyil də. Yəni deyirəm, yardımlardır, olub demirəm. Mən onları banka yatızdırmışam, uşağın gələcəyinə görə hamısını yığmışam, banka yatızdırmışam. Uşağın gələcəyi üçün dəyməmək şərti ilə. Ona bu dəqiqə istəsəm də dəymərəm. Göndərməkdə məqsəd odur ki, onu əhali göndərib. Bəli, xalqımız 100 dollar, onu xalqımız göndərib. Valla sağ olsunlar. Mən yenə də deyirəm. Xalqımız göndərib. Sankt-Peterburqda Maqsud qardaşımız gəldi. Xalqımız göndərib, sağ olsunlar. Valla yenə də deyirəm, mən belə bilmirdim. Millətimizin... Təbii ki, bilirsiniz, vətəndaşlarımız bizim xalqımız... Valla sağ olsunlar, yenə də deyirəm, xalqımızı çox sağ olsun ki, belə gündə mən onda gördüm, mən belə bilməz, o deyir, başına gələn başmaqçı olar, başıma belə bir şey gəlməmişdi ki, mən gördüm ki, bu uşağı tək qoymadı millət. Millət tək qoymadı. Xalqımız yardım eləyir, o yardımın təbii ki, o yardım ev almağa çatmaz. 100 dollar, 200 dollar kimsə göndərir ki, o uşağa bir hədiyyə alın. Yəni o uşaq həyatda hər şeyini itirmiş insandır. İnanırsınız, bu uşağın indən belə nə qədər, belə deyim, iqruşkalar, paltarlar gətiriblər, hələ 5 yaşına kimi olar. Bax, mən yaxşı, bunların gətirdikləri iqruşkalar yerləşdirmək üçün bir otaq istəyirəm ki, artıq bu uşağı öz otağı olsun. Öz otağı olsun. Bilmirəm, artıq mı istəyirəm, əksik mi istəyirəm. Bax, mənim istədiyim budur. Birini bibliyə verərdim. Yaşadığı yer varmı? 3 otaqlı ev var. Evi var. Evi var. Təkcə yaşayır ərindən. Bibi necə dözür ki? İndi bilmirəm də, bilirsiniz də, belə şeylərdə o qədər şeylər olur ki, yenə də versinlər. Amma bir dövlət bircə şeyi nəzərə alsın ki, yaxşı ona ver, 2 otaq ona ver, amma bunu 3 elə də. 3 elə də qoy, bir dənə balacasız adam onun olsun. Müəllimə, belə bir variant deyim. Qanun qoyurlar mənim qabağıma. Valla hara gedirəm, mənim qabağıma qanun qoyurlar. Axırda dedim, nə olar, qanunun böyrünə də bir qaşıq vicdan qoyun. Bir qaşıq da o qanunun böyrünə vicdan qoyun. İtirən bu oldu. Ana itirdi, dədə itirdi, evinin yarısı itirdi. Dədə sağ olsaydı, heç kim o evdən pay istəyə bilməzdi. Heç kim. İstəyir bacı olsun, istəyir kim ollu olsun. Dədə sağ olsaydı, o evdən kimsə pay istəyə bilərdi. Heç kim istəyə bilməzdi. Yəni onu həmişə də deyəcəm. Atasını itirdi, anasını itirdi, evini itirdi.
O evin Evini də itirdi. yarı hissəsi qalsa da beləncə o yaşayış üçün yararlı deyil. Yararı deyil. Yararı deyil. O yaşayış üçün, bu uşaq üçün yararı deyil. Mənim şəxsən fikrim var. Mən o evi verəcəklər, oradaca qalacaq. Mən kirədə qalacaq. Mən yenə də cəhənnəm olsun, kirədə qalacaq. Çünki bu uşaq üçün mən məcburam. Mən o dar yerə nətər bu uşağı salım? Müəllimə, belə İkinci bir zərbə təklif olacaq var o uşağa. Bax, bir burada yaşayır, buranın elə bil öz evidir. Bir də buradan çıxıb o evə dar yerə girsə, bunu mən orada nətər nizamlayacağam? Nizamlaya bilməyəcəm. Elə bil belə, bura genişdir, oradan çox genişdir bura. Dəhşət genişdir, təsəvvürünüzə gətirin. Bura, oradan çox genişdir. Xüsusilə də belə ailələrə bu uşağı ziyarət eləməyə insanlar gəlir, qonaqlar gəlir. Ay sağ ol, bax, 2 nəfər gəlsə, hələ bura dardır da, gəlirlər. 2 nəfər gəlib oturub bu uşağın yanına gəlsə, stol olmayacaq orada, harada oturacaq? Bir dənə bu divanı qoyacam, vəssalam, verdikləri evdə. Müəllimə, belə bir təklif deyim sizə. İndi əgər təbii ki, biz müraciət edərik, yəni təbii ki, qanunla nizamlanır hər şey. Amma Bilirəm, qanunla, mənə də qanun qoyurlar qabağıma. Bizim mentalitet dəyərlərimiz var ki, bizim. Yəni, onlar qanunda yoxdur, insaf prinsipi var da, insanda insaf olmalıdır. Hər şey, yəni qanunla, kağız üzərində həll olunmur. Məsəl üçün, bir otaq verdi, eləmək olar ki, o ev məsəl üçün satılsın, biraz xalqımız da kömək eləsin. Elə o ev elə ev verilir ki, satılası deyil də. Düz uşağın adına veriləcək 18 yaşına kimi. Və yaxud elə eləmək olar ki, bibiyə müəyyən miqdarda pul verilsin, bibi çıxsın evdən. Yox, bibi elə eləyəsi də deyil. Bibi özü gedib nizamlayıb. Bilirsiniz, bayaq da sizə deyirəm, məni bibi ilə barabar çağırıb, o ev bölgüsünə çağırsaydılar, mən o ev bölgüsündə narazı olardım orada. İstəməzdim. Məni deyirəm sizə ki, məni bir dəfə də çağırmayıblar. Bir dəfə də məni çağırmayıblar evə görə. Bibi ilə məsləhətləşiblər. Məni bir dəfə evə görə çağırmayıblar. Heç kim çağırmayıb, heç kim. Ki, sən Nilayın nənəsisən, gəl görüm, sən 2 otağa razısan ya yox. Nə olur ki, Nilayın nənəsi də eləməyim, mən Nilayam. Bu dəqiqanın özündə Nilayın qəyyumuyam, Nilay danışa bilmir, mən Nilayı əvəzi. Mən özümə bir şey istəmirəm, mən dövlətə deyirəm, vəbşə evi verəndə uşağın adına verin. Mən o canımdan qaranti almamışam, neçə il yaşayacağam, nədir, nə deyil. Uşağın adına, yenə də deyirəm, yenə də demişəm, orada da demişəm, ev uşağın adına veriləcəksə, mən o evi götürəcəm. Amma bibinin adına verib, sonra 18 yaşına kimi güya bibi buna şey eləyəcək, evi verəm, mən o evi götürmərəm. Yenə də deyirəm, götürmərəm, atqaz eləyib, uşaq da qoltuğuma vurub ki, gedəcəm lazımi orqanlara. Gedəcəm elə, Mehriban Əliyevanın qəbuluna gedəcəm uşaq da qoltuğuma. Mən 18 yaşına kimi neyirəm ki, kimisə gözlüyüm ki, bu ev bu uşağın adına keçsin. Verirsinizsə bu evi, uşağın adına verin. Verirsinizsə bu evi, deyirsiniz ki, bu uşağa verilir, 18 yaşına kimi bu uşaq burada olacaq, satılmaq olmayacaq. Heç olmasa 18 yaşına kimi o evdə rahat olmaq üçün mən baxıramsa da bir otaq deməli mənim olma. Mənim deyəndə o deyir, uşağınıza adam tutub kimisə baxızdırırsınızsa da elə də kənardan tuturam, heç özümü nənə hesab eləmirəm. O yatmağa bir yer verirmi? Uşağın yeri yenə ayrı olurmu? Əlbəttə, hansı dövrdə yaşayırsınız və yoldaşınız bir yerdə, o da uşağın babasıdır, valideyn əvəzidirlər. Yenə mən uşaqla nə qədər bir otaqda bir yerdə yatmalıyam? Gələcək üçün də buna deyilən otaq lazımdırmı? Sən onsuz da o otağı verirsən uşağın adına. Mən bu dəqiqə, indi bu bayrama görə tətildir deyin, işləmirlər deyin. Mən Niyazi müəllimə də müraciətə gedəcəm bu ev barədə. Gəncənin İcra Hakimiyyəti. Onu da gedib müraciət eləyəcəm ev məsələyə görə. Çünki mən 2 otağı düz bəyət də deyirəm, valla bu evi nətər bölüblər, nətər veriblər, mən xəbərim olmayıb. Mən o vaxt bilmişəm, püşk atılıb. Mənə 5-ci mərtəbədən deyirlər ki, ev verilib. Mən onda gedib müraciət eləmişəm ki, heç olmasa 5-dən verməyin, 3-dən verin. Evlərə baxdım, mən çox baxıb gələndən özümü yer tapamıram. İndi gedib müraciət eləyəcəm. Mənə verirsə də bir otaqda, yaxşı 2 otaq bölübsünüz, sağ olun. Dədəsin payıdır, bacı ilə qardaş arasında bölübsünüz. Dədəsin payı buna düşür. Bir otaqda dövlət versin buna. Müəllimə, bunların dağılan evi neçə otaqlı ev idi? Bunların dağılan evi qanuni 2 otaq idi. Amma neçə kvadrat idi? Kvadratını bilmirəm. Amma bilirsiniz, artırması sizə nətər deyim? Bax, artırma. Bax, bu boy bura. Artırma. Böyük artırması. Böyük artırma var idi. Həmin artırmada yataq otağı idi. Elə o artırma pardoları, qoy belə deyim. Həmin artırma pardoları. İndi kvadrat metrlə verirlər. Nə verirlər, onu bilirəm. Mən deyiləm, ayrı bir adamlardır. Başa düşsün ki, uşaq o ev elə verilir ki, o evə dəyilməyəcək. 18 yaşına kimi bu uşağındır, uşağın adına da veriləcək. Mən elə demişəm. Uşağın adına verilir. Hələ dokument düzəldirir. O ev bu dəqiqə nənənin adınadır. Əmilər var orada.
uşağın dədəsinin əmisi, bibisi şotda. Hələ onlar da razılıq verəcək, verməyəcək, bilmirəm. Ev hələ belədir. Hələ bunu belə eləyirlər. Mənə onun dəxli yoxdur. O, onların problemidir. Amma bu uşaq dövlətin problemidir. Evin dokumenti onların problemi, mən elə başa düşürəm. Amma bu uşaq dövlətin problemidir. Çünki bu uşaq erməni terrorunda dədəsini, anasını itirdi bir gecədə. Buna dövlət himayədarlıq eləməlidir. Ayrı, mülkü əhali ayrı, sağ olsunlar. Çox sağ olsunlar. O da bir dəfə, ay sağ ol. O da müvəqqəti ilk dəfədə nə oldu, ömür boyu döyülür. İndi dədəsinin, anasının şəhid puludur, alır, o şəhid puludur. Amma himayə bu uşağa dövlət götürməlidir. Belə ki, qəyyum mənəm. Mən canla başla qoymaram ki, bu belə deyim də, yəni dədəsinin anasını əvəz eləməsəm də. Amma bəli. Baxa bilərəm də, mən doğmayam, doğma bilir simanı, mənim yanımda xoşbəxtdir, qoy belə deyim. Görünür də bayaqdan. Hə. Amma yenə də deyirəm, vallahi billahi bu dövlət buna 2 otaq yox, 3 otaq verməlidir. Azı 3 otaq verməlidir, uşağa deyilən otaq olmalıdır. Uşağın ayrı otağı olmalıdır, o mümkün deyil. Mənə o qədər sağ olsunlar, İqruşka, bax, bunların mən nə qədər şeylər məhlədədir, orada, buradadır. Onları mən hara yerləşdirməliyəm gedəndə? Hara qoymalıyam? Oranın balkonu da yoxdur. Bizə belə... Uşağın yanında qalmalar, Bakıda yanında. Gedrik qohumların öhdəsində yaşadınların evində, onları yansıdırlar. Bir damcı balkondur. Burada hadisə beləsinədir. Biri var ki, bir fəlakət nəticəsində kiminsə evinə ziyan dəyir və yaxud ev uçur. Dövlət bunu, yəni müharibəsiz də həmin insanlara ev verir. Bu başqa məsələdir. Təbii ki, orada olan insanların, orada qeydiyyatda olan, amma yaşamayan insanların da haqqı var. Evləri uçubsa qeydiyyatda olduğu yerdə dövlət bunlara da mənzil şəraitini təmin eləməlidir. Bu başqa məsələdir. Amma bu Nilay balanın problemi isə, Nilay bala bir gecədə 3 doğmasını itirib. Nənəsini, anasını və atasını itirib. Bu uşaq öz ana evinin də yarısını itirib. Mən onu yüzə deyirəm. Ev demək olmaz, orada evdən heç nə qalmayıb orada. Məsəl üçün, indi veriləndə də nə fərqi var ki, veriləndə evin yarısı verilir də. Veriləndən sonra da evin yarısı verilir. Ev verilir, sadəcə orada qeydiyyatda olan başqa bibisi var, başqa qohumları var. Həmən onların da payı var. Təbii ki, onların bir yerdə yaşamağı, bu uşaq onsuz travmalı uşaqdır. İndi burada danışır, gülür, yaxşıdır ki, nənəsi, babası baxır ona. Təbii ki, indi biraz o başa düşəndən sonra biraz daha da o ağrı acını daha da dərindən hiss eləyər. Böyük uşaq məktəbə gələndə. Uşağa genişlik də lazımdır ki, oynasın. Görürsünüz, oynamaq gəzir. Siz görürsünüz, sadəcə kirədə olmamıza baxma, mən bura stol qoymuram ki, uşaq üçün geniş olsun. Da bir uşaq ki, oynayıb, gedib gah stola dəyəcək, gah divana dəyəcək, dəqiqədə bir ağlayacaq. Valla bu da bir şey deyil. O da bir şey deyil. Bəli, həm bunu dövlət məsələni həll eləməlidir. Təbii ki, xeyirxah insanlar dəstək olurlar, amma bəy müəllimə də qeyd edər ki, xeyirxah insanlar da, yəni cəmaatın da vəziyyəti eləsədik. Yox, sağ olsunlar, mən yenə də deyirəm, çox sağ olsunlar. 2 ay, 5 ay. Sağ olsunlar. Təbii ki, indi uzun müddətli deyil o yardımlar da, o yardımlar da ev almağa kifayət eləmir. Təbii ki, yaxşı xeyirxah insanlarımız da var. Biri Mübariz Məsimov yeni azadlığa çıxdı, Allah onun da köməyi olsun. Belə ailələrə kömək eləyib. Məsəl üçün, o səviyyəli olan imkanlı adamlar, biz Sankt-Peterburqda yaşayırıq, bizim Gəncəli Həsrət müəllim var Sankt-Peterburqda. Çox insanlara kömək eləyib. Ev alıb, balaca bir ev alıb, bu uşağı heç olmasa xoşbəxt eləyə bilərlər ki, rahat yaşasın. O səviyyəli insanlar eləyə bilərlər, yəni maddi cəhətdən mən deyirəm. Amma bu uşaq valideynlərini itirib şəhid övladıdır. Ona ayrıca bir rahat ev təşkil eləmək lazım ki, heç olmasa bundan sonra rahat yaşasın. Təbii ki, o ev də onun yaralarını sağaltmaz, o doğmalarını itirib. Amma heç olmasa da bir xalq olaraq, bir dövlət olaraq belə uşaqların dəstək olmaq lazımdır ki, heç olmasa biraz təsəlli olsun, təskinlik olsun. Yəni, Allah sizə can sağlığı versin, Allah sizə ömür versin ki, bu Nilay balanı böyüdəsiz, boya başa çatdırasınız. Toyunu eləyəsə, Allah onun şad günlərini qismət eləsin sizə. Yoldaşınıza da Allah can sağlığı versin. Sağ olun. Siz, çox adamlar maraqlanır, sadəcə mən bilmirdim. Biz elə bilirdik ki, hər şey yaxşıdır, təminatla bağlı. İnşallah ümid eləyirik ki, bu videomuza da baxar. Yəni,
belə ailələr, belə uşaqlar yəni çox deyil ki, deyim ki, yəni icra hakimiyyətinin və yaxud da ölkənin imkanı çatmır, minlərlə deyil. Yəni bu terror nəticəsində 30-a yaxın Gəncənin neçə şəhidi var terrorda? 2 dəfə Ümumi partlar, 30 civarında. 11-i olanda 10 nəfərdir, 17-si olanda 15 nəfərdir. Elə bildiyim o qabaqçıları 30 bilmirəm. civarında bəli şəhid var. Bu şəhid ailələrinin problemi inşallah həll olunsun. Allah xalqımıza yardımcı olsun, Allah sizə səbir versin. İnşallah ümid edirik ki, hər şey yaxşı olacaq. Sağ olsun, millətimizə də Allah hamıdan razı olsun. Millətimizdən də razı olsun. Hamıdan. Kim ki bu uşağa kömək elədi. Bax, hamısını indi tək-tək adlarını deyə bilmirəm. Çünki nətər deyim, elə o, mənim o halda olanda elə şey yadımda da öyleydi də, o öz hayımdaydım. İsti-isti cəmaat gəldi. Hamıya təşəkkürümü bildirirəm. Çox sağ olsun. Allah artıq eləsin. Bircə dənə onu deyirəm ki, bəlkə də mənim ayaqda durmama səbəb uşaqdır. Müəllimə, indi təbii ki, o problemləri inşallah müvafiq orqanlar eləyərlər, amma insanlar da uşağın yanındadırlar. O uşağın xətrini istəyənlər, bəli, əmiləri, dayıları, Rusiyada yaşayanlar. Mən gördüm, çox sağ olsunlar. Valla gördüm, sağ olsunlar. Bizim bir dostumuz Maqsud qardaş mənə istedi ki, get maraqlan o ailə ilə, əlaqə nömrələrini götür. Nəsə ehtiyacı olsa, biz bir əmi kimi həmişə... Valla yenə də deyirəm, bax, kim gəlib bura demişəm, düzdür, isti-isti uşağın heç nəyə çıxmamış da oradan. Mən başım qarışıq idi. Deyirəm, banisələrdə qalmışdım. Bir dənə paltarı da yox idi. Ehtiyac ondaydı, paltarazada aldılar. Sağ olsunlar, indi o qədər paltar gətiriblər bu uşağa. İnanırsınız, bəlkə də 10 dənə kutka geyindirirəm. Gündə birini, sağ olsunlar. O qədər alıblar ki, bəlkə də 5 yaşına kimi paltar var. İqruşka, hansı ki, görmədiyi iqruşkaları gətiriblər, sağ olsunlar. Mən həmişə də demişəm, yenə də deyirəm ki, mənim özüm nətər deyim, mən özüm qaynan evində qalırdım. Mən özüm qayınla, baldızla, mən özüm adil evim yox idi ki, deyəm ki, hə, ev yox, bu evi də ev yox, sataram, nağarıram, artıraram. Yox. Yanınızda saxlayardınız bəli. Yanımda saxlayardım. Amma yenə də deyirəm, mən kim gəlirdisə də bura, o yuxarılardan da, icradanmı, hamıdan demişəm, heç nə istəmirəm. Bircə dənə bu uşağın evini istəyirəm. Mən bircə dənə onu deyirdim. Hamıya kim gəlmişdi, onu da deyirdim. Bircə dənə bu uşağın evini istəyirəm. Evin də deyəndə, mən demədim ki, balaca-balaca 2 dənə, siz özünüz gedib o sosial evlərə baxsanız, məhtəl qalarsınız. Bu evi tikilirsiniz, yaxşı tikirsiniz, mən başa düşdüm, şəhid ailələrinə, qazi ailələrinə, ölənlər, indi şəhid uşağı da verərsiniz, gələcəkdə özünüz bilərsiniz. Bunun dədəsinin evidir. Dədə evi verirsiniz siz, şəhid evi vermirsiniz. Dağılan dədə evi verirsiniz. Əslində, harada dağılıb, oradan verməlisiniz. Yaxın ərazidən. Yaxın ərazidən verməlisiniz əslində. Bir dəfə çağırmalıydınız. Birinci budur dədəsi anası qalan, bunu razı salmalıdılar. Mən bildiyim. Varis budur, bəli. Birinci bunu razı salmalıydınız. Bunun dədəsi o evdə ölüb, anası o evdə ölüb. Birinci bunu razı salmalıydınız. Qeydiyyat məni maraqlandırmır. Bu dəqiqə yoxlayasınız Azərbaycanı, tək Gəncəni demirəm, Azərbaycanı. Hansı evdə, hansı qeydiyyatda olan adamlar yaşayır? Bunlar qeydiyyatda da olmasa mehriban yaşayırlar. Kimsə gəlib evini əlindən almırdı ki. Nə dövlət, kimsə onu evindən çıxartmırdı ki. Bu qeydiyyatı qoyaq qırağı, bu dəqiqə gedirsən, harasa müraciət edirsən, deyir, harada yaşayırsan. Heç qeydiyyatını soruşmurlar, harada yaşayırsan. Bu qeydiyyat axı, qeydiyyatı başa düşdük, qanunu başa düşdük. Bəs bunun anası, dədəsi burada öldü. Bu evdə yetim qaldı. Bunun anası, dədəsi yanında olsa 2 otağa, anası, dədəsi razıdır, mehriban dolanacaqlar, 2 otağa hamı razı olar. Axı, bunun anası, dədəsi yoxdur. Anası, dədəsi yoxdur. Bunun 2 otaq evini bölürsünüz, başa düşdüm. Heç olmasa 3 otaq, 1 otaq eləyərdiniz. Onu eləmədinizsə də verirsiniz 2 otaq şotda da ona, 2 otaq buna, birinisi də siz artırın da. Bir dəfə məndən soruçun, nə olar? Məndən soruçun ki, bu uşaq, bu otaq, bu evdə rahat olacaqmı? Bax, bu sözü istəyirəm. Bu sözü millətdən istəmirəm. Sağ olsunlar, yenə də deyirəm, millətimizi sağ olsunlar. Bu sözü nətər demək, bax, bu orqanlardan istəyirəm. Hansı ki, kim ki bu işin başındadır, bu işləri eləyir. Bax, mən onlardan bu istiliyi gözləyirəm. Məndən soruşsunlar ki, bu uşaq bu evdə rahat olacaqmı? Mən də onlara deyim ki, bir otaqda mən yatıramsa da. Uşağın otağı hanı? Uşağın otağı hanı?
Yenə uşağın otağı yoxdur. Yenə uşağa otaq yoxdur. 2 otaq dıqqılı otaqlardır. Yenə də deyirəm, vallahi 54 bilmirəm nə qədər də 54 kvadrat deyirlər. Balkonunuz addı 54, mənə elə dedilər. Dedilər 54-dür. Bilmirəm də, balkonunuz addı 2 otaq 54-dür. Amma mən o otaqlara baxdım, yenə də sizə deyirəm. Bir otağa ki, bir yataq otağına ki, uşağın mən kravatını, bu kravatını yerləşdirə bilməyəcəmsə də, uşağı yenə mən böyrümdə yatızdıracamsa da, bu uşaq rahat olarmı? Aidiyyatı orqanlara deyirəm işimi. Mən milli, o deyir, mülki əhalidən narazı deyiləm, sağ olsunlar. Aidiyyatı orqanlara bir dəfə soruşsunlar ki, bu uşaq, sən bu uşağa baxırsan, bu uşaq bu evdə rahat olacaq ya yox. Məndən bu istiliyi mən dövlətimdən istəyirəm. Mən bu istiliyi dövlətimdən istəyirəm. Məndən bu ev məsələsində soruşsunlar. Amma ev məsələsinə püşk də atılır. Nilaysız püşk çəkilir. Bu hara sığar? Hara sığar ki, Nilay o püşkü çəkmir? Yəni bu adam deyil. Bütün zərbə buna dəyib axı. Bütün zərbə buna dəyib axı. Zərbə buna dəyib axı. Sən nəyə görə bibi deyir qoy Nilay çağırılsın? Sən Nilay çağırmamış deyirsən, yox, çək ki, o püşkü mütləq çəkməlisən. Adamlar sənin gözləyəsi deyil. Zəng elə, mənim nömrəmi Allaha şükür ki, çox adam bilir. Zəng elə, çağır, mən gəlin bir baxım sözümü deyim. Oradakı millətdən xahiş edeyim ki, məni Nilaya görə püşkə salmayın da. Mənə ya 2-ci mərtəbədən verin, ya 3-cü mərtəbədən. Bu dənə otağı qoyun qırağı, sonra püşkü atın. Mən əhaldə. Amma belə olmaz, vallah belə olmaz. Mən çox belə şeylər gördükcə mən ayaqda dura biləcəm ya yox bilmirəm. Yox müəllimə, səbr eləyin. İnşallah sizin bütün danışıqlarınızı verərik efirə. Heç nədən narahat olmayın. Verin, valla verin. Mən gedəcəm, yenə də deyirəm. Niyazi müəllimin qəbuluna da gedəcəm. Gəldi şeyə düşdük. Bu ev məsələsi elə oldu ki, gəldi bu bayrama düşdük. Mən yenə də qəbuluna gedib həmin bu müraciəti, siz elədiyim müraciəti ona da eləyəcəm. İnşallah ümid eləyirik. İnşallah bəlkə məni başa düşə. Birdən də başa düşməyib, ayrıları kimi qanunu qabağıma qoyanda, bilmirəm onda nə olacaq. Qanunu qabağıma qoy. Hara gedirəm, mənə qanunu qoyurlar qabağıma. Hara gedirəm, qanunu qoy. Orada şotda budur, şotda olan bu. Adı şotda olan dədəsi idi, dədəsi öldü də. Şotda olan dədəsi idi, dədəsi öldü də. Bu dəqiqə hansı adam apardı? Bu dəqiqə valla çox evlər. Mənim də, biz yaşadığımız evdə qaynatamın adınadır, rəhmət deyin. Oradan bizi çıxaran var, yaşayırıq da. Bu dəqiqə çox yerlər elədi. Bunlar kim ki qeydiyyatdadır ondan danışırlar. Kim ki bir araşdırın da, qeydiyyatda olan görə hardadır. Araşdırın da. Çox sağ olun. Siz də sağ olun, çox sağ olun.